Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, Adanın foruma keçirilirdi. Həm Xankəndidə, həm də Bakıda davam edəcək bu forumda. Çox vacib mətləblərdən deməli danışıldı. Bilirsiniz ki, adətən Azərbaycan hökuməti və Azərbaycan prezidenti bu forumlarda öz fikirlərini həm dünyaya, həm də daxili fikirlərini, həm istər xarici fikirlərini bu cür forumlarda deyir. Və bu forumda da prezidentin dediklərin çox vacib mətləblərə toxundu. Açıq həm Azərbaycan cəmiyyəti üçün, ictimaiyyəti üçün, həm də xaric üçün çox vacib məsələlərə toxundu. Əlbəttə mən bunların hamısını burada sadalamaq istəmirəm, amma mənim üçün də çox vacib və Azərbaycan xalqı üçün də çox vacib mətləblərdən biri ondan ibarətdir ki, Azərbaycan hökuməti birbaşa İsrail və Türkiyə arasındakı münasibətlərin yaxşılaşdırılmasında yaxından iştirak etdiyini dedi. Əgər xatırlayırsınızsa, mən bu barədə sizə çox məlumatlar vermişəm. Hikmət Hacıbin İsrailə səfəri, Türkiyə səfəri barədə çox məlumatlar vermişəm. Amma əlbəttə ki, bu birbaşa birinci adamın, yəni dövlət başçısının dilindən bu sözləri eşitmək bizim dediklərimizi tam surətdə ortaya çıxardı. Həqiqətən bunlar prezidentin özünün də dediyi kimi gizli qapılar arxasında biz Türkiyə ilə müttəfiqimiz, təbii müttəfiqimiz Türkiyə və dostumuz olan İsrail arasında bir ciddi münasibətlər qurduq və onları bir-birlərinə dost etdik və danışığından da bu forma çıxdı ki, artıq ikinci dəfə də artıq buna çalışırlar. Həm Amerika prezidenti, həm də artıq Azərbaycan prezidentinin də dediklərindən biz bu mətləbi tutduq ki, Azərbaycan hökuməti ikinci dəfə də Türkiyə ilə İsrail arasındakı münasibətləri düzəltmək üçün yaxından iştirak edir. Bunu nə üçün deyirəm? Bu nə üçün bizə vacibdir? Əlbəttə, bunları siz mətbuatda eşitmişsiniz. Amma bu günləri dünyanın belə bir situasiyasında, dünyanın hara getdiyi bəlli olmayan situasiyada, istər iqtisadi embargolar, istər regionumuzda Rusiya-Ukrayna müharibəsi, istərsə də İranın bu gün vurular ya sabah vurular vəziyyəti, Ermənistan-Azərbaycan münasibətlərində üçüncü, dördüncü tərəflər və bütün bunların ətrafında, bütün bu situasiyanın baş verdiyi bir coğrafiyada əlbəttə ki, Azərbaycanın ən təbii müttəfiqi Türkiyə və Azərbaycanın strateji və yaxın dostu olan İsrail arasındakı münasibətlər dost məcraya düşməsi bizim üçün və bizim regionumuz üçün çox vacibdir. Azərbaycanın bu addımı atması, çünki regionda baş verəcək dəyişikliyi unutmayın ki, yaxın şərqdə baş verəcək dəyişikliklərdə Türkiyə və İsrail ciddi rol oynayacaq. Biz də Azərbaycan olaraq bu ölkələrin yaxın dostu, müttəfiqi olduğumuz vəziyyətdə bizim də əlbəttə ki, yaxın şərqdə hər hansı bir hadisənin baş verməsində bizim üçün də müsbət addımların baş verməsinə gətirib çıxardı. İstər Güney Azərbaycan olsun, istər ki də faciənin bizdən uzaqlaşmasında ciddi rol oynamış oluruq və belə deyək, faciə bizdən uzağa getmiş olur. Məhz bu mənada Azərbaycan prezidentinin bu açıqlaması bizim üçün də çox vacibdir və Azərbaycan yaxın şərqdə ən yaxın müttəfiqləri olan Türkiyə və İsrailin dost olmasında maraqlı olmalıdır. Təşəkkür edirəm diqqətinizə görə.